Əziz dostlar, növbəti sualımız 69-cu sualı izah edirəm sizə. 69-cu sualda da qayda tipli sualdır. Sadəcə 69-cu sualın şərti digər sualın şərtindən fərqlidir. 69-cu sualda belə bir şərt var. Deyir ki, əgər cümlədə yiyəlik hallı söz işlənibsə, baxın, biz xəyali bir cümlə qururuq. Yiyəlik hallı söz. Misal üçün deyək ki, mənim dostum gəlir. Xəyali bir cümlə qurduq. Həmin cümlədə ilə bağlı doğru fikirləri müəyyən edirik. Yəni, cümləni qurmaya da bilərsiniz. Yiyəlik halın qaydasını tapa bilərsiniz. Aslı tərəfi yiyəlik halda olan fiili birləşməyə işlənə bilər. Misal üçün, mən burada belə bir qura bilərəm. Mənim oxuduğum kitabdır. Mənim oxuduğum. Birinci aslı tərəfi yiyəlik hallı sözdür. Fiil sifət tərkibində ifadə olunub. Fiili birləşmədirmi? Bəli, dığı, digi, duğu, dügü fiili birləşmədir. Ona görə biri doğru götürürük. Yəni, mənim oxuduğum kitabdır. Kitabdır xəbər. Nə kitabdır? Mənim oxuduğum. Amma burada dığım, digim, duğum, dügüm fiili sifət tərkibi əmələ gətirib. İkinciyə baxırıq. Sintaktik əlaqədə həm aslı, həm əsaslı tərəf ola bilərmi? Niyə olmur ki? Deyirəm ki, anamın laylası. Yiyəlik hala görə olur aslı tərəf, hal şəkilçisidir. Mənsubiyyətə görə olur əsas tərəf. Yəni, sintaktik əlaqədə həm əsas, həm də aslı tərəf kimi iştirak edə bilər. Həm aslı, həm də əsas tərəf kimi iştirak edə bilər. Doğru cavabı deyir, götürürük. Sonra, şərt şəklində olan fiillə müstəqil əlaqələnmiş yiyəlik hal işlənə bilər. Uşaqlar, yiyəlik hal təsriflənən fiillə işlənmir. Neynəmir? İşlənmir. Bunu yadda saxlayın. Ona görə 3 səhv cavabdır. Tamamlıq kimi işlənən müstəqil yiyəlik haldır. Bəli, yiyəlik hal tamamlıq olmur. Tamamlıq da ola bilmir. Müstəqil şəkildə. Tamamlığın ifadə vasitəsinin tərkibində ola bilər. Amma cümlədə müstəqil şəkildə tamamlıq olmur. Məsəl üçün deyirəm ki, mənim kitabımı qaytar. Bu qaytar xəbər nəyi qaytar? Mənim kitabımı. Tamamlığın ifadə vasitəsinin tərkibində olur. Amma mənim sözü ayrıcalıqda tamamlıq ola bilmir. Ona görə 4 səhv cavabdır. Deməli, doğru cavabımız 1, 2 cavabıdır. 1, 2 cavabı var mı? E variantı.